Əziz uşaqlar, sabah imtahandır. İmtahana gedən hər bir şagirdi təbrik edirəm, uğurlar arzulayıram, uğurlarında başarılar arzulayıram. Gələcək həyatlarında istədikləri, arzuladıqları, həvəsində olduqları, məqsədini qoyduqları bütün uğurlarına və hədəflərinə çatmalarını arzulayıram. İmtahana getmədən öncə bu videonu paylaşmaq istədim. Niyə görə? Çünki hal-hazırda imtahan elə bir vəziyyətə gəlib çatıb ki, insanlar imtahanı artıq böyük bir qloballıq içərisində izləməyə başlayırlar. Bunu həm müəllimlər, həm valideynlər, həm repetitorlar, həm deyək ki, orta məktəblər, həm hazırlıq kursları, həm özəl müəssisələr. Bunlar hər birisi imtahanın nəticələrini paylaşaraqdan, imtahan nəticələrini götürərəkdən burada özlərini bir növ təqdim eləmək, insanlara öz işlərini, öz karyerlarını, öz bacarıqlarını, öz qazanclarını, öz uğurlarını insanlara təqdim etmək üçün hər kəs nəyi gözləyir? Bu imtahanın nəticələrini gözləyir. Ona görə də hər bir insanlarda, bütün cəmiyyətdə bu imtahan həyəcanı formalaşıb və bu imtahan həyəcanı daha çox şagirdlərin və imtahan verəcək şəxslərin, müdavimlərin üzərində formalaşıb. Burada mən demək istəyirəm nəyi? İmtahan həyatın bir mərhələsidir. Amma həyatın sonu deyil. İmtahan gələcəyə yönəlik bir qapıdır, amma gələcəyin özü deyil. İmtahan gələcəkdə bizim xəyallarımızın bir açarıdır, amma bizim xəyallarımızı formalaşdıracaq açar deyil. İmtahan bizim gələcəyə üçün addımlayan yolun başlanğıcıdır, amma o gələcəyin yolun özü deyil. Ona görə əziz valideynlər, əziz şagirdlər, mən burada şagirdləri özəlliklə də nəzərdə tuturam ki, bir insan gələcək karyerasına bəli, imtahanla hər hansı bir sahəyə, bir hansı bir uğura gedən yola addım atmaq olur. Amma əgər o uğuru sən özündə formalaşdırmısansa, onu imtahansız da ata bilərsən və yaxud da bir il gec, bir il tez də ata bilərsən. Amma bunun uğrunda özünü fəda edib, özünü stresə salıb, insanlara gələcəkdə yaşaya biləcəyin böyük bir təhlükəyə, böyük bir stresə, stresdən aldığın böyük bir deyək ki, problemlərə bu dəyməz. Mən tərəfdarı deyiləm ki, imtahana görə hər bir uşaq qınansın. Mən tərəfdarı deyiləm imtahan nəticəsinə görə şagirdlər danlansın. Mən təbii ki, tərəfdarı da deyiləm ki, şagirdlər bunu əllərində bayraq eləyərək mən oxumamalıyam, hazırlaşmamalıyam, özümü yetişdirməməliyəm, inkişaf eləməməliyəm düşünsünlər. Mən tərəfdarıyam ki, hər şey balanslı olsun. İmtahana belə düşünmək lazım. Mən 11 il ərzində oxumuşam, 11 il ərzində bir əziyyət çəkmişəm. O əziyyətimin nəticəsini gedib 11 ilin sonunda görəcəm. Biliyimi və bacarığımı yoxlayacam.